Uşağı deyirlər ki, yaxşı işə çox təşviq eləməyin. Bəzi valideynlərin məhəbbəti kupon kimidir. Bilirsiniz necədir? Yaxşı iş gördü, məhəbbət verir. Pis iş gördü, yox. Görsən, uşağa göstər ki, sən hər halda onu sevirsən. Hər halda onu çox istəyirsən. Səhv iş görəndə də rəhm elə onun halına. Yaxşı iş görəndə dərhal məhəbbətlə əhatə eləməsə, bax, onu görməyən də yaxşı iş görməkdən həvəsdən düşəcək. Çox təşviq yaxşı şey deyil tərbiyədə. Bir dənə, məsələn, yaxşı qiymət al, bir dənə əhsən. Keç üstündən. O qədər də daha əldən ayaqdan getmə ki, sabah pis öyrəşəcək. Ona görə də görsən ki, həyatda sonra yerini tuta bilmir. O qədər ata, ana, sən filan yaxşı qiymət al, səni filan yerə göndərim, filan eləyim, filan eləyim. Bu öyrəşir mükafat üçün iş görməyə. Sonra cəmiyyətdə bunu kimsə dəyərləndirməyəndə başlayır statuslar yazmağa ki, mən belə bədbəxt oldum, vəfasız dünya belə gəldi, dostlar belə oldu, qardaşlar belə oldu. Elə bilirsən ki, bundan bədbəxt insan yoxdur. Çünki öyrəşib hamı buna diqqət eləsin, hamı buna diqqət yaxşı şeydir, əksinə hər bir halda diqqət elə övladılar. Səhv eləyəndə də diqqət elə, düz eləyəndə də diqqət elə, tənbih eləyəndə də məhəbbət göstər. Qoy başa düşsün ki, məhəbbətlə onu eləyirsən.